Problemin yaranmaz səbəblərindən biri də adətən bizim düşüncələrimizlə bağlıdır ki, mən öz söhbətlərimdə, mühazirələrimdə bu düşüncə məsələsinə çox işarə edirəm. Çünki buna inanıram ki, düşüncələr insan həyatında çox böyük rol oynayan məsələlərdən biridir. Düşüncələrimizlə bağlı problemlər də bu zaman yaranır ki, biz düşüncələrimiz bizim belə deyək, ətraf mühitə, ətraf insanlara baxdığımız eynəklərimizdir. Və bu eynəklər bəzən ətrafı bizim üçün çox şişirdilmiş və böyüdülmüş bir formada göstərir. Bəzən də bu eynəklər ətrafda olanları bizim üçün kiçildir. Yəni reallığın bəzən bizim üçün həddən artıq böyüdülməsi və ya reallığın bəzən bizim üçün həddən artıq kiçildilməsi bizim həyatımızda problemin yaranmasına səbəb olur. Məsələn, fəlakətləşdirilmə deyilən bir yanlış düşüncə tərzi var. İnsan görsən bir xırda məsələni ki, çox rahatlıqla həll oluna bilərdi. Bu xırda məsələni özü üçün böyük bir problemə çevirir. Normalda insanlar bu cürdürlər. Və bu problem hər nə qədər böyüdülürsə, insanın böyüdülmüş problemə verdiyi emosional reaksiya da o qədər böyüməyə başlayır. Və yaxud da bu problem hesab etdiyimiz məsələyə davranışsal olaraq verdiyimiz reaksiya da daha aqressiv və ya daha şiddətli və ya daha gərgin formada olmağa başlayır. Yəni bəzən də problemlərin yaranma səbəbi insanın düşüncələri olur.